Vaxtınız xeyir olsun uşaqlar. Necəsiz? Nə var, nə yox? Deməli açılışa gəlmişik. İndi fikirləşirəm ki, Kaman bu dəqiqə burada bomba partlayış bir dənə açılış edir. Şarlar, zadlar hazırdır. Kaman da ağır ki istədiyi şeyləri. Sən demə hamısını bizə elətdirmək istəyir. Məqsəd odur. Biz bura məqsəd odur. Bir ala şarları şişirdim. Mən bütün izləyicilərini bilir ki, mən bugün burada açılış olacağım. İndi hələ ki heç kim gəlməyib. Birazdan bildiyim buradakı bir doldu da partladı bura. Düzdürmü? Gəlib o izləyici görmək məcburiyyətindədir ki, mən ağzımda şar şişirdirəm. Biabırçılıq uşaqlar, biabırçılıq. Nəysə, gedək bir dənə qəşəng şarlar şişirək. Nə olmaz. Da dostumuzdur da, neyiniyək? Atsan atılmaz, satsan satılmaz. Əziyyətini çəkin. Sabahsı gün burada bizim Mən də çəkdə cəmaat mən görmürəm sabah. Sən neyinir cəmaat? Mən candan biləm darıxmışsınız mənim üçün, amma meydandayıq, buralardayıq. Allah biri sənin, siyah sənin. Ayda, qara. Siyah da qara. Boşab gəl şey eləyək. Kənan gəl bura. Kənan gəl bura. Kim tez çıxırsa ona hədiyyə verəcəm. Kim tez çıxırsa ona hədiyyə verəcəm. 100 manat, biz heç 100 manat işləməmişik şu burada. Deyəm, hələ başlama, deyəm. 3. Deyəm, deyim. Partlayacaq. Partlayacaq. Gözəl. Mən şıktım. Oo, bak yaşıtmıyorum. Mən şıktım. Mən ki səndən böyük Allah'ım dostum. Əslində şar balacaymış. İki dənə şıkdan hədiyyə olunur uşaqlar mənim. Nədə bax? Nəzərləndirsiniz, o qədər şartdan qorxuram, partlasın mənim gibi. Öz-özünə hədiyyə təyin elədi, gördün? İnanmıram. Bu bir. Yaxşıdır, şarabotda olmaz. Mən nəfəsini kontrol elədim də, kontrol. Sən də onu məndən uzaq elə, o burada partlasa, mən burada çıxarmam. Ya bak hele, geçen sen şarkıdan bu bildiğini koşadan dedi. Su bildiğini Gel boşa, Ben sana var diyorum. Bak bu muhteşem. Ha, Oğlum var, aklımı kopartıyorsun. obyekt bağlanacaq. Evet, Sen arkadaşlar. neyin? Keşide, kimde birinci patladı, 50 manat. Hazır o mənim. Buradan atıldı Doğru, sana əsər, da. güzel tütən əsər. Ərin olsun, mən verəcəm daha. Şu. Ya çıxan bizdən çıxır da yəni. Buna bak. İşin içindədir. İkinci şarımız arkadaşlar. Gəl bir nəfəsə görək nə boyda doldurursan, bir nəfəsə. Boşal. Başkasını da bırakıp ben de. Boşal. Boşalt da. Uçarsan sən də. Selam. Şimdi. Sarı. Ayşe. Sen yaşında tamam. O yüzden bak üstüne yazıram. Kenan yoksa güzel şarkı. O partlayacaq. Ama ben doldurmamışam. Ziyarete yazdın yazsın. Sen bunu benden aralıyla. Bu yok farklı şıklar Şık edeceğim. hemen şık. Bunlar biz gelene kime hazır olmalıydı? Bir de gözünü patlayasan. Kocam ikisini birden şişirdi. Gözden de ekonomi uşaqdı, ikisini de birden şişirdi. Aferin. Patlat ver Kenan. Hadi. Hansı obyektinin açılışından götürmüsən bunları? Hə, Kenan üstündə ikinci əl şarları oxşuyur. Mert işaret ha bu. Nə gedirsən? Tahta koyulan sonra kaytaracağım. Şık. Bunun vəzi çıxdı buradan. Buna bak, buna bak. Bugün deyəsən Buna şurada bak. Bunun vəzi çıxdı. vəznə demək ki, aşkım. Sən özünə patadaram ha. Bir nəfəsini də qədər doldura bilsə, sizin hərəmdə bir dənə şuradan verəcəm. İşte qaldı. Hadi patladım. Başla. 1, 2, 3. Kenan gitti. Bakın. Ben şarım düzgündü.
Su kaldı. Baga düşdü. Şaptıra olan qalan şarımda. Kürsüdən çıxdı, bəli. Çıxdı, bəli. Bəli. Hayırlı uğurlu olsun mekanlarım. Ne yapın? Müşterilerden kazanmıştım. Apar bu maşına göre. Arkadaşlar teze tort yeri tapmışam. Bu tortu çok beğendim. İnşallah bundan sonra tadına bakın hele. Tadına bakmadım. Dadına niyə baxsan? Kəli bu bir kəsə sözdür. Gözlə. Yo yiyeceğim bu dəqiqə. Qırağı şkopsdur. Tortun üstünü göstermek istedim izleyicilerime. Zakroyt. Gösterdiniz ya. Ha, arkadaşlar bakın. Şırdan targovu xeyirli olsun. Çok geçen. Həqiqətən də. Ulduzlara bax, 6 sıra kim bunun ulduzları. Çok geçen. 10 qalibiyyətdən sonra Bunu 5 oldu. içmədi. 6. Neyse, yeni tort yeri tapdım uşaqlar. İçi Bir şeydir, yanlarına bakın, düyü. sizlerle bölüşeceğim ama görünüşü süperdi. Yani ideal bir görünüşü var. Reseptim dediğini mi Beğendim. İçi düydü, ədiyyatlardır. Şırdan yox, tortu. Hə, tortun yalancı oldu. Şırdan içindeydi. Evet arkadaşlar, bu şırdanlar Ama da qəşəng. bu özel Özel şırdanlar sos, lavanda olur. Sezer'de. Özel şırdanlar Sezer seçerek. Şəklə. Amma əla, super. Neyse, gözüm altı gözüm hazır oldu. Az tortu göster. Biraz bu güzelliği göster, böyle görsünler. Sen de çeksen. Yok, şuradan çeksin. Yok, şuradan çeksin. Hayır, şuradan. Açtım. Sen telefonu ver, okuyalım. Sen gitmesin. Öyle şey oluyor çünkü. Hayırlı olsun inşallah. Ruzeli bekletme olsun. O kadar şırdanların satısı ki. Hep aynı hesapta. O kadar yok mu ya? Ya hayal düşündük ya. Kafalar peşlendi. A few moments later. İnşallah Pakistan'da filial batasan kardeşim. Pakistan, Afganistan, Suriye. Her yerde tarif filiallar var. Uşaqlar, deməli, açılışdan çıxdıq, gəldik Tulip Baby'yə. Tulip Baby'yə, Tulip. Deyək ki, tulip demə, tulip denəm, neysə. Fərqi nədir? Tulip, eyni şeydir də. Neysə arkadaşlar, gəldik bura. Alisa'nın bir iki dənə geyimi qutarıb edir. Bir iki dənə yox, demək olar ki, oxşu geyimləri qutarıb. Çünki Alisa maşallah günü-gündən boya verir deyə boydiləri balacalaşıb. Ən çox mənə ehtiyac olan şeylər boydilərdir. Gəlmişəm Alisa'ya bir balaca bazarlıq eləməyə. Mən Alisa'ya alışverişimi eləyim, amma ilk öncə sizə bunu deyim ki, ayın biri inşallah Tulip Baby'nin 2 yaşı olur da, hə? İnşallah Tulip Baby'nin ayın biri 2 yaşı olur. Bilirsiniz ki, ayın biri uşaqlar bayramıdır, körpələrimizin bayramıdır.
Instagramıdır. Və ona özəl Tuluq Baby-də həm Saadət, həm Məryəm, həm mən burada olacağıq. Saat 1-dən saat 4-ə qədər mağazada olacağıq. Və bir dənə də sizə çox gözəl bir xəbərim var ki, bütün izləyicilərimə deyirəm buradan. Əgər övladlarınızı götürüb bura gəlsəniz, buradan alış-veriş eləsəniz, demirəm, özdə bütün mağazadakı bütün geyimlərin hər biri maya qiymətinə. Yəni təsəvvür edin ki, bax, misal çəkirəndə bu 5 manatdır, 10 manatdır. Yəni maya qiymətidir. Mən bunların tam belə qiymətini bilmirəm, hansı maya qiymətinədir. Və plus da bizim sizlərə hədiyyələrimiz olacaq. Misal üçün gələcəksən, deyəcəksən ki, mən Saadət xanımın izləyicisiyəm. Hə, buyur, Saadət xanımın sənə hədiyyəsi var. Məsəl üçün mənim izləyicimsən, mən sizə hədiyyə verəcəm. Yəni körpələrimizdə hədiyyələrimiz var. Qəşəng mini və plus da klon olacaq, əyləncə olacaq, mahnı, musiqi optionda ayın biri həm Saadətin, həm mənim, həm Məryəmin izləyiciləri inşallah mağazamızda olsun. Saat 1-dən 4-ə, maksimum 5-ə qədər mağazada olacaq. Ünvan da dinə. Ünvandakı 8 noyabr prospekti, Kazmağa Kərimov küçəsi 28A. 8 noyabr prospekti, Kazmağa Kərimov küçəsi 28A. Ayın 1-i Uşaqlar Bayramı günü hər birinizi, bütün valideynləri gözləyirik. Nə qədər ki, Temboli 1 iyuna görə bütün geyimləri maya qiymətinə qoyub və təbii ki, bizim hədiyyələrimiz. İndi bura gəlmişəm, Alisiya Bazarı qiymətdən də çox hədiyyələrimiz var sizlərə. Onun üçün hazırlıq edirik. İnşallah Instagramda baxın. Adresi belə xatırlamasanız Instagram səhifəsinə keçin. Orada storylərimizdə zaten var. Buradan da çıxıb vuracam. Tulip Baby-yə girirsiniz, əlaqə nömrəsini yazırsınız, sizə konum göndərir, ayın biri burada olursunuz. Bax, götürürsünüz, uşaqlarınızı gəlirsiniz. İndi mən bir dəmcə qızıma alış-veriş edeyim, sonra gedəcəm sonra. Deməli, bir gün alış-verişimizi elədik. Nə qədər ki, indirim var idi. Bilirsiniz ki, indirim Yararlandı. 5-nə qədər davam eləyir. İyun ayının 5-nə qədər götürdüm. Mağaza indi hal-hazırda boşdur. Boşluğunun da səbəbi yeni kolleksiya gəlib, yeni geyimlər gəlib, möhtəşəm geyimlər. Burada görə bilərsiniz. Bir çoxunu mən seçdim. Alisa üçün çox gözəl geyimlər seçdim. Bunları indi burada sizə göstərməyəcəm. TikTok-a qəşəng bir dənə sizlər üçün gedirəm və post hazırlamağa. Gələrsiniz TikTok səhifəmizə, Instagram səhifəmizə, hər birini paylaşacağım və hər birini mayadan aşağı almışam. Bir dənə sizə elə bunları göstərim yəni. Görün nə gözəl maskilər almışam Alisaya. Belə uzun maskilər. Bilirsiniz ki, yayda ən azından ayağı üşüməsin deyə maske geyindirmək olar. Belə. Gedək evə, bunları paylaşacağım, baxarsınız. İnşallah dediyim ki, mağazadakı bütün geyimlərin hər biri mayadan aşağı qoyulub ayın 5-nə qədər davam edir. Amma ayın 1-i bütün izləyicilərimizi gözləyirik. İstər Saadətin, istər mənim, istər Məryəmin. Bütün izləyicilərimizi gözləyirik. Gəlin inşallah biz də uşaqlarımızı gətirəcəyik. Alisa sevənlərin hər birini mağazada gözləyirik. Çünki çox möhtəşəm bir əyləncə olacaq. Alisa da burada olacaq, amma az müddət burada olacaq Alisa. Yəni Alisanı görmək istəyirsə ayın 1-i saat 1 tamamda hər birinizi burada gözləyirik. Minimum 200 manatlıq alış-veriş eləsəz Alisa 1 saat artıq qalacaq. Oh, dədə, manatı şey eləmədən 200 manatlıq eləməyəcək. Siz adi 100 manata hər şey alıb gedə bilərsiniz də. Bir şey ki, mağazadakı bütün geyimlər maya qiymətinə Adicə qoyulub. qış paltarlarıdır. Bunlar neçə idi gözəl? Bax, məsəl üçün mən Alisaya nə qədər qış geyimləri almışam, nə qədər desəz. Tək Niyə qiyməti eldən var da, almışam? onun- Çünki 10 manata, 15 manata. Maksimum Bax, bu 10-15 köynəklərdən manat. Alisaya almışam, böyük almışam ki, gələn il inşallah geyindirə bilim. Özü sezonu bitməyən bir maldır, yəni hər il dəbdə olan bir maldır. Materialı da çox qəşəngdir. Özü çox tutmalıdır. Fərqli 10 manat. Qiymətə baxım, yəni 10 manat. 10 Qurana. manatdır. Dəst şəkildə, bax, belə dəstlər var, 15 manata, qalınlığı 10 falan. manata da o da bax. 10 manatadır, baxın, dəst. Qalınlığı da süperdir. İndidən alırsınız, qışda inşallah. Yəni, bilirsiniz də, yay sezonunda qış geyimlərini endirmə qoyurlar, qış sezonunda yay geyimlərini endirmə qoyurlar. Ona görə nə qədər endirimdirsə mütləq gəlin. Ünvanı da dediyim kimi Instagram səhifəmdən izləsəz, oradan paylaşacağım. Bir burada demişdim, yadınızda qalmasa, Instagram səhifəmizdən takip edə bilərsiniz. Taksi buyur. Qaçaqlı. Qızlar, gəlmişik, evdəyəm. Tuşum falan yayılıb. Qayanam gil getdilər. Bir də buramda səpkiyə əmələ gəlib, bilmirəm. Nədən çıxır bu səpkilər? Mənim başım çıxmır. Sağalır, təzdən çıxır. Fikirləşirəm ki, yəqin şirin şeyi çox yeyirəm. Ondan da şirin hədsiz çox yeyirəm. İstəyirəm bir ara şirniyyata ara verim. Görüm bəlkə keçib gedər. Orada acı da yeyirəm, çox acı yeyirəm. Düz deyir Tacı. Dəhşət acı yeyirəm. Bu köpüklə üzümün yanında üzümün rəngi bildiyiniz açılır da, yəni konkret. İstəyirəm bir dənə qəşəng üzümü bundan silim, yuyum. Sonra gözümün altının qaraları yayılıb, dəhşət pis. Bir də buramdakı səpki məni çox narahat edir. Bu köpük aparır, anında aparır özdə. Burası bir müddət keçir, təzdən yenə çıxır. Nə məsələdirsə bilmirəm arkadaşlar. Yəqin ki, acı yeyirəm, şirin yeyirəm ondan da.
tacir demişkən. Bu arada Alisanı çimizdirib yatızdırmışam. Gələn kimi elə onu çimizdirdim, yatızdırdım. Köpü yüzümdə yoxa çıxdı, gördünüz. Deməli, uşaqlar, üzümü qəşəng-qəşəng Üzün açıldı ha. Bu şey üzümü açır da Sənin. mənim köpüğü üzümü çox qəşəng açır. Rəngimi ağardır, fikir verin. Quranaq. Bilirəm. Bəlkə üzü yumamışdın duranda. Ola Sənə buradan bilər. bir dənəsini vuraram. Bu gözaltı şeyimdən mütləq vururam. Əslində bunu davamlı eləsəm var ya qızlar, üzümdə bir dənə şey qalmaz, gözümdə bir dənə qaraltı qalmaz. Prosta Mən də hər gün elə bilirəm sən ağlayırsan. o bir şey var ya, bir gün eləyirəm, həvəslənirəm, 5 gün eləmirəm. Amma hər gün eləsəm, üzüm çox qəşəng açılar da, göz altımda ümumiyyətlə qara qalmaz. Çünki tərkibi onun gül suyudur. Gül suyu da Bir də gözəl bir sən nə xeyirdir. Kaktus yarpağına oxşur uzun. Bir dənə də ləkələrə Ondan görmüşəm. şey, Kley kimi olur. Onun şeylər Koreyalılar eləyir. Bir dənə də belə kollagenim var. Bunu bu ləkələri falan aparır. Bunun pıs-pısını çox bəyənirəm. Bunu da gec-gec istifadə edirəm, amma dərini çox Pıs-pıs qəşəng budur. yumuşaq eləyir. Pıs-pıs Burada, budur. biri var belə çıxarırsan papka puf-pufla belə üzvə fısqıdırsan. Bir də var ki buna eləyirsən. Mən dərimə bunları hər gün əslində eləsəm, mənim üzümdə ümumiyyətlə səvki qalmaz. Prosta məndə bir dənə problem bilirsiniz nədir? Makyaj eləyəndən eləyən ancaq özümə baxım eləyirəm. Nə vaxt ki makyaj eləmirəm, başlayıram o vaxtı özümü belə şey eləməyə. İndi bilsiz nə işlərim var qızlar? Ağları yudum, qaraları sərdim. Bir dənə istəyirəm Alice yatmışkən 2 dəqiqə Alice'in paltarlarına ütü çəkim. Çünki sabah Alice oyananda eləyə bilməyəcək. Qaralar da səhərə kimi quruyar. Keçər. Görsən üzümdə qəşəng açıldı. Əslində bu rutini gündəlik olaraq davam eləsəm, bacımızın üzündə heç nə Ağappaq qalmaz. olarsan, qar kimi. Üzümdə heç nə qalmaz. Çünki mənim dərim hər Süd kimi dəfəndə ağ qar ilə, çoxlu bar ilə. Oyna. Süd kimi ağ qar ilə, çoxlu bar ilə. Yaxşı, bəsdir. Bu arada yeni kavralarım gəlib. Tacir göstər güzgüdən ki göstərə bilməz. Göstərə bilmərəm. Evet. İndi mən paltarları ütləyim, beklə. Dənə Alisan paltarlarını da tez ütləyim. Alisan paltarları əşri olmadı. Hər saniyə. Hər gün paltar çıxardır. Bir də qızlar, bir dənə qərara gəlmişəm. Bir yax tacirə də dedim. Mən bir sizdə Alisan geyimlərini yığırdım da, saxlayıram ki, inşallah deyirdim gələcəkdə həm özünə göstərməyə, həm də istəmirdim də, yəni necə deyim, deyirdim birdən inşallah gələcəkdə ikinci övladım olar, verərəm ona. İndi təzə bir qərara gəldim. Bir yax yolda da tacir etdim. İstəyirəm Alisanın elə geyimləri var ki, özəldir də, yəni onlarla ay çəkilişində falan belə istifadə eləmişəm. İstəyirəm onları ayırım, amma Alisanın qalan bütün geyimləri hamısı təp-təzə qalıb. Kimin övladı təzə olarsa, mənə Instagram səhifəsindən yazsın. Yəni ola bilər də imkanı çatmaz yenisini almağa. İnsan da indi hamımızın başına gələ bilər. Mənim də yəni uşaq vaxtı nənəm bizə həmişə onun paltarını geyindirib. Yəni o pis bir şey deyil. İmkan cəhətdən ola bilər ki, imkanımız çatmaya bilər almağa. Amma yeni doğulmuş uşaqlar yazsın. Çünki Alisanın çox geyimləri yeni doğulmuş körpələr olur. Çünki Alisa 2 kilo 700 qram doğulmuşdu. Çəkisi az idi. Yəni arıq uşaq olub deyə mən ona bütün geyimləri balaca almışam. Yəni biri məsəl üçün Instagram məzədə ki, mənim uşağım sizin uşağınızla eyni aydı. Alisanın geyimlərini göndərin mənə. Yəni mən onlara göndərmirəm şəxsən. Niyə? Çünki bilirəm ki, onların əyninə olmayacaq. Mən istəyirəm ki, geyindirə biləcək bir insana göndərim. Yəni tərqi olmasın da. Bildiniz necə? Bax geyindirsin, geyindirəndən sonra özü bilər. Ürəyi istəyər atar, ürəyi istəyər atmaz, öz şəxsi işidir. Bunun qolunda nəsə yanıq var, taciriyən yanıqdır, ləkədir. Bu arada uşaqlar, bəyək də dediyimiz Yox, bu bulaşıqdır, bu yumamışam. Doğru, Hə, oradan götürdüm, deyirəm axı. Dediyimiz kimi də, yəni almaq istəyəndə Tulip Baby-də ayın 1-dən neçəsinə kimi? Hə, bu arada yenisini də ola bilər də, şu anda paltar almaq istəyənlər ayın 5-nə kimi Tulip Baby-də bütün geyimlərin hər biri maya qiymətindədir. Ayın 1-i də orada olacaq.
İndi nəsə sözümün yarımçıq qoydum, onu danışdım, onu buraxdım. Yəni varsa elə insan mənə Instagram səhifəsində yazsın. Mən Alisa'nın bir çox geyimlərini, bir çox yox, elə çox da Alisa'nın balaca geyimləri. Onları ayrım verim. İnşallah sevə-sevə əminəm ki, geyindirərsiniz vloglarınızda. Çünki hamısı təptəzədir. Özdə Alisa'nın bütün geyindirmədiyim geyimlərin hamısını ütlüyüb qoymuşam. İndi siz özünüz də götürəndə bir dənə yuyub qoyarsınız. Olsa elə bir xanım Instagram səhifəsində mənə yazar. Deyək ki, misal üçün mən 2 aydan sonra ana olacağım da, övladım qızdır və yaxud nəsə belə bir şey. Yazar, həmin xanıma sevə-sevə Alisa'nı seçir, ən gözəl geyimlərini, təzələrini. Alisa'nın ümumiyyətlə tacir bilir ki, bir dənə geyimi xarab olan kimi mən onu saxlamıram da, atıram. Yəni, xarab olmuşları yox, təzələrini. Elə geyimləri var ki, valla doğulandan ümumiyyət heç geyinməyib onları. Hamısı kravatın altında Etiketdə olan paltarlardan. Hə, hamısında qiymətləri, yəni qiymət nədir? Yəni geyinilməyib də təzə qalıb. Onları verə bilərəm sizə istəsəniz əgər. İndi hələ ayıracağım geyimlər çox deyib. Bunlar da balacalaşıb əyninə. İndi bunları ütlüyüm qoyum. Sabahlarım şkafını rivrovka eləyəcəm. Həmin ərəfədə də siz yəqin ki, bu vloga baxacaqsınız da. Onda mənlə əlaqə saxlayarsınız. Amma bu uşaqlar hər adam yazmasın da necə? Yəni həqiqətən ehtiyacı olan. Ehtiyacı olan da, yəni zaten soruşacağam ətraflı olaraq. Lap lazım olacaq, aparıb özüm verəcəm. Soruşacağam, danışacağam, söhbət eləyəcəm. Yəni yerindən duran yazmasın da. Yəni mənasız yerə yazmayın. Məsələn, yazmayın ki, ay mənim uşağımla eyni yaşda olacaq falan yazmayın. Mən bilirəm ki, mənim uşağımın geyimləri təzə doğulmuş körpələrə olacaq. Yəni böyük uşaqlara olmayacaq. Ona görə də mən hələ dünyaya gətirməmiş analara verəcəm də. Yəni çünki dediyim kimi uşağın geyimləri balacadır. Yəni sırf ehtiyacı olana verəcəm də. Belə ifadə edeyim sizə. Hamısı da təzədir. Geyindirirəm, ütlüyürəm, hamısını təzədən yerinə yığıram. Balacaları ayırıram. Yenə də siz götürəndə istəsəz ütləyə bilərsiniz. Saxlaya bilərsən videonu. Bunu geyindirər. Nəyi? Deyə bu cəketini. Deyirəm ki, bu cəketini saxlayacam da uşaqlar. Qızım böyüyəndə, evlənəndə inşallah gələcəkdə öz uşağına geyindirər. Nəyə gülürsən, başa düşmədim. Evləndirmək fikrin yoxdur qızım. Yox. İndi demirəm də, mənim də yoxdur. Bir müddətdən mənim yaşıma çatanda əvvəl-axır evlənmək istəyəcək də. Onda bəlkə də biz torpağın altında olacaq. Baxarıq. Allah can sağlığı versin. Hər birimizə. Bu askısı təmizliyi görəsən. 11 taya. Nə bilim, maşının içindədir yəqin. Bu arada ağları yumuşam. Yudum da çıxartdım. Qaralar qalıb. İndi qaralar da sabahlarım quruyacaq. Pəncərə açıq. Qaraları da sabah götürəcəm. Bitti. Ben de bittim arkadaşlar. Alisa yatanda bütün işlerimi görüp yatanda o kadar xoşbəxt olurum. Çünkü Alisa duranda bütün ev temiz olur. İndi hal-hazırda evimiz Bunlar köçür. təmiz deyil. Yox, bulaşıq təmizdir. İndi hal-hazırda evimiz köçür. Mən 2 dəqiqə buranı bir dənə fışt təmizləyəcəm. Bitəcək. Let's go. Şey uşaqlar, mənim işim bitdi. Otalığı yığışdırdım, papaları yığdım, krantinin altını təmizlədim. Avtomatda da qurumdan olsun. Bir dənə ürkədiyim patlıları stolun üstünə qoydum Dünya ki, Alisa gözəli. yatıb deyə. Günahkaram qarşısında bu gözəlin izini görüb sevdalara düşmüşəm mən. Allah, bu masumluğun altında bizə nələr yatır. Vay vay vay. Kameranı bağlayandan sonra deyəcəm. Vay vay vay. Uşaqlar, indi dışarıda işimizi bitirdik, təmizlədik. Hər şey tərtəmiz, gül kimi. İnşallah gedək yataq, dincələk, qəşəng-qəşəng. Siz də videonu bəyəndinizsə, axıra qədər izlədinizsə, like atıb, yorum yazıb, abunə olmağı unutmayın. Gedək biz yataq, dincələk. Uşaqlar, maraqlı videolarımız var. Hep klipə başım qarışıb, mahnıya başım qarışıb. Qızlar, mən bir dənə sizə bir söz deyim. Allah Çox and olsun. maraqlı videolar Tacirin nə var. maraqlı videoları var bilmirəm, amma mən tacirə bir dənə planlarım var. Demək olar ki, 6-7 günümüz qalıb. 6-7 gündən sonra bir həftə səbr edin. Bacımız bir dənə proyektin üstündə çalışır. Taciri asta qaçan namərdəb ayrılmayacaq. Tacir. Yatdığım yerdə 300 at basarsan ayağıma. Tacir elə qaçacaq, elə qaçacaq. Ay Allah, nə qədər güləcəm ya Rəbbim. Bir dənə planlarım var, bir dənə ideyalarım var ki, yəni o deyir sizə, evdə telefonu evə qoyanda, avtomatik evə gələndə baxırsan da görüm kamera harda. Hara qoyasan Amma indi? elə şeylər, elə planlarım var ki, yəni
Hər şey Bir de kamerası da var sana haberim bir oldu. həftədə alıb. Qızlarım, bir həftədən sonra taciri tanımayacaqsınız. Yəni gözünüz kanalda olsun, möhtəşəm videolar gəlir. Biraz başımız qarışıb dediyimiz kimi tacirin klipinə inşallah sabahları mahnımız yayınlanır. Yəni Sabah- YouTube-da yox, Instagram, TikTok-da fraqman kimi sizlərlə fraqman deyirlər də, hə? Onu kimi sizlərlə bölüşəcəyik. Qalanların da inşallah klip çəkilişin falan zaten sizlərlə bölüşəcəyik və bilirik ki, bizim bütün izləyicilərimiz tacirin kanalına abunə olacaq və videonu trend eləyəcəksiniz. Videonu yox, mahnını trend eləyəcəksiniz. Mahnı zaten trend bir mahnıdır. Amma əminəm ki, siz onu trend yox, brend eləyəcəksiniz. Özünüzə yaxşı baxın uşaqlar, izləmədə qalın. Salamat qalın. Meydandayıq, ən əsası odur ki. Bye.